Salam, hörmətli izləyicilər. Xoş gördük hər birinizi. Necəsiz? Bugünkü dərsimizdə sizlər üçün ümumi tarix dərsliyindən ərəb xilafəti haqqında məlumat verəcəm. Dərsimizə keçid alaq. Deməli, biz deyəcəyik ki, ərəb dövləti, ərəb xilafəti Ərəbistan yarımadasında meydana gəlmişdir və Asiya qitəsi ilə Afrika qitəsinin qovuşduğu ərazidə meydana gəlmişdir. Biz hətta deyə bilərik ki, əgər testlərə sual düşərsə, Ərəbistan yarımadası Cənub-Qərbi Asiya bölgəsində yerləşirdi. Məhz daha sonraki zamanda yaradılmış ərəb dövləti də bu ərazidə meydana gəlmişdir. Dövlət hələ yaranmamışdan əvvəl məlumat vermək istəyirəm Ərəbistan yarımadasının özü haqqında, iqlimi haqqında, ərazisi haqqında. Belə ki, burada cənub qismində, Ərəbistan yarımadasının cənubunda yağıntılar, yağışlar bol olduğu üçün əkinçilik üçün daha çox şərait yaradırdı. Buna görə də Ərəbistan yarımadasının cənub, qərb və şərq bölgələrində yaşayan insanlar burada əsasən əkinçiliklə məşğul olurdular. Münbit torpaqlar var idi burada. Lakin Ərəbistan yarımadasının mərkəzində və şimalında iqlim şəraiti çox da uyğun olmadığı üçün burada əsasən səhralıq bir rejim hökm sürürdü, səhralıq torpaqlar var idi və bu səhralıq ərazilərdə yaşayan insanlar bədəvilər adlanırdı. Bədəvilər köçəri maldarlar idi, onlar burada maldarlıqla məşğul olurdular, əsasən dəvələr və cins atlar saxlayırdılar. Dəvələrdən səhra gəmisi deyə adlandırıb bu cür səhralarda daşınma işini asanlaşdırmaq üçün istifadə edirdilər. Və bu bədəvlərin içərisində həm bütpərəstlər, həm xristianlar, həm yəhudilər, həm də ki, zərdüştlüyə sitayiş edənlər də var idi. Belə ki, burada biz deyəcəyik ki, əsas insanlar bütlərə sitayiş edirdilər, daş heykəllərə və onların da əsas özlərinin seçdiyi dini mərkəz Kəbə, müqəddəs ev olan Kəbə idi ki, əvvəlcə bura bütpərəstliyin mərkəzi hesab olunurdu. Kəbə şəhəri, Kəbə daha doğrusu dini evi Məkkə şəhərində yerləşirdi. İndi hal-hazırda Məkkədə yerləşir. Sadəcə olaraq müəyyən zaman sonra İslam dini meydana gəlməsindən sonra Kəbə deməli insanların, yəni İslamın müqəddəs evi hesab olunmuşdur. Burada yəni söylədiyim kimi bütpərəstlikdən başqa digər dinlərə sitayiş edənlər də var idi və burada Məkkəlilər, yəni bədəvlər Qureyşilər nəslinə mənsub olan əhalidir ki, onlar Qureyşilər nəslinin nümayəndələri hesab olunurdular. Əsas ticarət mərkəzləri Məkkə şəhəri və Mədinə şəhəri hesab olunurdu. Belə ki, ölkənin qərb ərazisindən keçən karvan yolları məhz Məkkə və Mədinə şəhərlərinin ərazisindən keçirdi. Əvvəlki dönəmlərdə Mədinə şəhəri Yəsrib şəhəri adlanırdı və əsas ticarət mərkəzləri də məhz bu şəhər idi. Belə ki, Yəsrib şəhəri uğrunda 6-cı əsr dönəmində Sasani-Bizans müharibələri gedirdi. Onlar daimi Yəməni ələ keçirməyə çalışmışlar və İslamda, yəni daha doğrusu belə deyək də, ərəblərin içərisində artıq Sasani-Bizans müharibəsinin baş verdiyi dönəmlərdə başladılar vahid halda birləşməyə. Artıq onlar vahid halda birləşməyin vacib olduğunu anladılar ərəblər və bundan sonra onlar özlərinə vahid dövlət qurmaq uğrunda mübarizəyə başladılar. İslamdan öncəki dövrlərini onlar cahiliyyə dövrü, nadanlıq, avamlıq dövrü adlandırırlar. İslamdan sonraki dövrü isə artıq özlərinin ən inkişaf dövrü hesab edirlər. 570-ci ildə Məhəmməd Peyğəmbər anadan olmuşdu. 610-cu ildə ona 40 yaşında Hira mağarasında deməli Allah Taala tərəfindən peyğəmbərlik vəhy edilmiş, yəni ona peyğəmbərlik göndərilmiş və o İslam dini yaratmışdır. İslam dini əsasını qoymuşdur. 610-cu ildə yaradılmış İslam dini 3 il sonra 613-cü ildən yayılmağa başlanmışdı. İslam dininin müqəddəs kitabı Quran kitabı hesab olunur. Quran kitabı 23 il ərzində yazılıb tamamlanmışdır. Bu kitab 114 surədən, surələr isə ayələrdən ibarətdir. İslam dininin əsas 5 şərti vardır ki, bu 5 şərt hansılardır? Hər bir yəni müsəlman, İslam dininə sitayiş edən hər bir şəxs kəlmə-i şəhadəti bilməlidir, namaz qılmalıdır, Ramazan ayı boyunca oruç tutmalıdır, zəkat verməlidir imkanları daxilində və imkanları daxilində Məkkədəki Kəbə evini ziyarət eləməlidir.
Daha sonra Məhəmməd Peyğəmbər bu İslam dininin əsasını qoyduqdan sonra öz ətrafında müsəlmanları toplamağa başladı. Bu dini təbliğ eləməyə başladı. Lakin daha sonra vəziyyət belə gətirdi ki, onun özünə qarşı Məkkə şəhərində çıxmağa başladılar. Bəzi düşmənlər, ərəb xalqının nümayəndələri Məhəmməd Peyğəmbərə və onun tərəfdarlarına qarşı çıxmağa başladılar. Belə bir halda Məhəmməd Peyğəmbər öz tərəfdarlarını toplayıb Mədinə şəhərinə çıxıb getdi, yəni köç etdi. Bu da 622-ci ildə baş verdi. Hicrət baş vermiş oldu, yəni köç baş vermiş oldu. 622-ci ildən etibarən İslam təqviminin, hicri təqvimin əsası qoyuldu. İndi də bəzi müsəlman ölkələrində, İran İslam Respublikasında, Pakistan İslam Respublikasında və bir sıra müsəlman dövlətlərində hicri təqvimindən istifadə olunur. Onlar yəni təxminən təqvim cəhətdən bizdən bir 600 il müddətində geri qalarlar. Təxminən 1440-cı illərdə falan belə bir zaman aralığında olmalıdırlar. Onlarda bu cür bir təqvimdən istifadə olunur. Daha sonra Mədinə şəhərinə köçdükdən sonra Məhəmməd Peyğəmbərə, yəni Peyğəmbər bu şəhərə Peyğəmbər şəhəri adını vermişdi. Ona görə ki, tezlərdə ya qarşınıza çıxarsa Yəsrib və ya Mədinə və yaxud da Peyğəmbər şəhəri, o zaman yəni artıq bilin ki, söhbət eyni şəhərdən gedir. Daha sonra Mədinə şəhərində də yenə imkan verirlər Məhəmməd Peyğəmbərə, belə ki, Məkkəlilər yığışıb Mədinə şəhəri üzərinə gəlirlər. 624-cü ildə Bədr döyüşü baş verir, lakin Bədr döyüşündə müsəlmanlar qalib gəlirlər, yəni Məhəmməd Peyğəmbər və tərəfdarları qalib gəlirlər. Ardınca bir neçə il sonra 630-cu ildə müstəqil ərəb dövləti yaradılır Məhəmməd Peyğəmbər tərəfindən. Özü 2 il hakimiyyətdə olmuşdu. 630-cu ildən 632-ci ilə qədər hakimiyyətdə qalmışdı. Lakin onun ölümündən sonra dövləti onun müavinləri, yəni köməkçiləri adlanan xəlifələr idarə etmişdi. 632-ci ildən 661-ci ilə qədərki dövr ərzində 4 xəlifə bir-birini əvəz etdi. Xəlifə Əbu Bəkir, Ömər, Osman və Əli ardıcıl olaraq bir neçə il hakimiyyətdə olmaqla bir-birlərini əvəz edib ərəb dövlətini idarə etdilər. Və bu dövr Rəşidi xəlifələr dövrü adlanır, yəni ədalətli, hər bir şeyi mərhəmət uğrunda eləyən, ədalətli eləyən adlanırdılar ki, Rəşidi xəlifələr dövrü 632-ci ildən 661-ci ilə qədərki dövrü əhatə edirdi. Bu dövrdə paytaxt şəhərlər öncə Məkkə şəhəri, ardınca Mədinə şəhəri olmuşdur və Rəşidi xəlifələr dövründə onlar deməli ilk dövrlərdə özləri üçün artıq başladılar güclü ordu qurmağa, artıq onların ordusu süvari dəstələrdən təşkil olunurdu. Bu ordu sayəsində onlar Ərəbistan yarımadasını tam tabe edə bildilər. Ərəbistan yarımadasının tam tabe edilməsi, tutulması Rəşidi xəlifələr dövrünə aiddir. Bizans və Sasanilər mübarizə aparıldı. Bizansın əlindən Suriya, Fələstin və Misir torpaqları alındı. Sasanilərin varlığına 651-ci ildə son qoyularaq Sasanilər ərazisi işğal olundu. Bundan başqa Cənubi Qafqaz ərazisindən yürüş baş verdi. Rəşidi xəlifələr dövründə hətta Azərbaycan tərəfindən biz öyrənmişik ki, ərəblər 639-cu ildən başlayaraq Cənubi Azərbaycanın işğalını həyata keçirirlər. Daha sonra isə Şimali Azərbaycanın işğalını həyata keçirirlər. Eyni zamanda Cənubi Qafqaz bölgəsində onlar Xəzərlərlə toqquşdular, Xəzərlərlə mübarizə apardılar. Söhbət gedirdi 643-1-ci Bələncər döyüşü, 653-2-ci Bələncər döyüşü, yəni çox da o xırdalığa girməyəcəm, çünki Azərbaycan tarixindən onsuz da öyrənmişik. Bundan başqa ilk xəlifələr dövründə deməli Şimali Afrikada xeyli ərazilər də işğal edilmişdi. Bundan sonra 661-ci ildə hakimiyyətə xəlifə Müaviyyənin gəlməsi ilə artıq Əməvilər nəslinin əsası qoyuldu. Əməvilər sülaləsi hakimiyyətə gəlmiş oldu. 661-ci ildən 750-ci ilə qədər hakimiyyətdə qaldılar. Əməvilər dövründə dövlətin paytaxtı köçürüldü Dəməşq şəhərinə və Dəməşq şəhərinin digər adı Şam şəhəridir. Əgər testlərdə qarşınıza çıxarsa çaşıb qalmayın. Dəməşq və Şam eyni şəhərdən söhbət gedir. Daha sonra Əməvlərin dövründə 8-ci əsrin artıq əvvəlləri dönəmində, yəni 700-cü illərin əvvəllərində Şimali Afrika ərazisi tam tabe edildi. Daha sonra 711-ci ildə Ərəb ordusunun komandanı Tariq adlı şəxsin başçılığı altında İspaniyaya yürüş edildi və burada Afrikadan İspaniyaya, yəni Avropaya
keçid yolu olan o boğaza Tariqin adı ilə Cəbəlü Tariq boğazı adı verilmiş oldu. İndi də bu dəqiqə həmin boğaz Cəbəlü Tariq adını daşıyır ki, məhz Ərəb ordusunun komandanı Tariqin adı ilə bağlı idi. İspaniyanın işğal edilməsi ilə biz deyəcəyik ki, ərəblər Pireney yarımadasını işğal etdilər. Pireney yarımadası məhz İspaniya, Portuqaliya torpaqlarından söhbət gedir. Daha sonra Əməvilər sülaləsi dövründə onlar Vestgotları məğlub etdilər. Burada yaşayan Vestgot tayfalarını məğlub edib Frank krallığı üzərinə yürüş etdilər və 732-ci ildə Poitiers döyüşü baş verdi. Franklarla ərəblər arasında toqquşma yaşandı. Nəticədə Franklar qalib gəldilər, ərəblər məğlub oldular və Frankların burada qalib gəlməsi nəticəsində Franklar ərəblərin Qərbi Avropa istiqamətində irəliləməsinin qarşısını almağı bacardılar. Ardınca Əməvilər dövründə deyəcəyik ki, Mərkəzi Asiyada bir sıra ərazilər işğal olundu, yəni bir çox ərazilər. Hindistanın da şimal-qərb bölgələri işğal edilmiş oldu. Ümumiyyətlə, belə fikir ifadə edim ki, 7-ci əsr dövrü və 8-ci əsr dövründə Ərəb xilafəti əhatə edirdi. Atlantik okeanından Hindistan və Çinə qədər ki, böyük bir ərazini əhatə etmiş olurdu. Əməvlərin hakimiyyətinin sonuna yaxın artıq Əməvilər dövründə Ərəb dövlətində bir ayrı-seçkilik başladı. Belə ki, ərəb olmayan, yəni digər xalqların nümayəndələrindən olan müsəlmanlara qarşı ayrı-seçkilik edilməyə başlandı. Biri var deyirəm ki, ərəblərin özləri müsəlmandır, bir də var deyirəm ki, başqa xalqların nümayəndələridir. Bunlar da müsəlmanlığı, İslam dinini qəbul ediblər. Məhz Əməvilər dövründə digər xalqların nümayəndələri ki, hansı ki, İslamı qəbul etmişdilər, müsəlman idilər, onlara qarşı ayrı-seçkilik qoyuldu. Bu da təbii ki, müəyyən narazılıqların yaranmasına gətirib çıxartdı. Nəticədə 750-ci ildə Mərkəzi Asiyada Əbu Müslüm adlı şəxsin başçılığı altında üsyan baş verdi. Üsyan nəticəsində Əməvilər sülaləsi hakimiyyətdən devrildi, Abbasilər sülaləsi hakimiyyətə gəlmiş oldu və Abbasilərin burada gəlməsindən sonra Əməvilər özlərinə Ərəb dövlətində yer tapa bilməyib İspaniya istiqamətində irəlilədilər və burada İspaniyaya gələrək Pireney yarımadasında Kordova xilafətini yaratdılar. Yəni, Əməvilərin başçılığı altında İspaniyada bir ərəb dövləti yaradılmış oldu. Kordova xilafəti adını aldı və Kordova xilafəti əvvəlki köhnə kitablarda verilirdi ki, 756-cı ildə yaradılmışdı. İndi artıq onun tarixi yığışdırılıbdır. Daha sonra 750-ci ildən 1258-ci ilə qədər Ərəb dövlətində Abbasilər hakimiyyətdə oldular. Abbasilər sülaləsinin dövründə Bağdad şəhəri paytaxt rol oynadı və Bağdad 762-ci ildə bu şəhərin əsası qoyuldu. Paytaxt da məhz bu şəhərə köçürülmüş oldu. Lakin Abbasilərdə artıq 9-cu əsr dönəmində Xürrəmlər hərəkatının baş verməsi, digər asılı olan ərazilərdə üsyanların baş verməsi bu sülalənin hakimiyyətini zəiflətdi. Bu zəifləmə Abbasilərin parçalanmasına gətirib çıxartdı, yəni Ərəb dövlətinin parçalanmasına gətirib çıxartdı. Nəticədə Ərəb dövlətinin tərkibindən Misir, Mərkəzi Asiya torpaqları, Azərbaycan, İran, Əfqanistan əraziləri asılıqdan çıxıb özlərini müstəqil elan etdilər. Hətta biz deyirik ki, həmin 9-cu əsr dövründə Azərbaycanda bir sıra feodal dövlətlər meydana gəlir, 9-11-ci əsr aralığında. Daha sonra baxın, burada qeyd eləmişəm Xürrəmlərin adını və burada biz deyəcəyik ki, deməli, Abbasilərin dövründə xəlifə Mötəsimin dövründə artıq o Türk xalqının nümayəndələrinə böyük önəm verməyə başladı. Belə ki, 9-cu əsrin ikinci yarısından başlayaraq artıq türklər Ərəb ordusunda xidmət göstərməyə başladılar. Hətta buna misal olaraq biz Sacilərin nümayəndəsi Əbu Sac Divdadın adını çəkə bilərik ki, Əbu Sac Divdad da belə bir Türk idi, Ərəb ordusunda yəni, öz qəhrəmanlığını göstərmişdi, iştirak eləmişdi və bu iştirakına görə də daha sonraki dövrdə ona deməli, xəlifə tərəfindən 9-cu əsrin 70-ci illərin sonunda Cənubi Azərbaycan ərazisi iqta olaraq verilmişdi. Ümumiyyətlə, Abbasilərin, yəni Ərəb dövlətinin varlığına son qoyulması 1258-ci ildə Monqollar tərəfindən həyata keçirilmişdi. Ərəblərin digər inzibati və digər iqtisadi hissələrinə, yəni siyasətinə gəldikdə isə dövlətin ərazisi əmirliklərə bölünürdü və bunu əmirlər idarə edirdi. Daha sonra ölkədə pul vahidi olaraq qızıl dinardan və gümüş dirhəmdən istifadə olunurdu.
Vergilər olaraq xərac, cizyə, xümus, zəkat vergiləri alınırdı əhalidən. Xərac vergisi torpaq vergisidir, məhsulla ödənilirdi. Cizyə vergisi can vergisidir. 15 yaşından 60 yaşına qədərki kişilərdən alınırdı bu vergilər, cizyə vergisi və cizyə vergisinin müqabilində bu kişilər orduda xidmət etməkdən azad olunurdu. Xümus vergisi daşına bilən əmlakın 1/5 qədər xümus vergisi alınırdı. Daşına bilən əmlakın 1/40 qədər isə zəkat vergisi alınırdı. Torpaq mülkiyyət formalarına gəldikdə, divan, iqta, mülk, vəqf, icma torpaqları var idi. Divan torpaqları dövlət torpaqları idi. İqta torpaqları müəyyən xidmət müqabilində verilən, irsən keçməyən, yəni şərti torpaqlar iqta torpaqları idi. Daha sonra mülk torpaqları yerli feodalların özlərinə məxsus olan irsən keçən torpaqları idi. Vəqf torpaqları dini idarələrə məxsus olan torpaqlar idi. Bir də icma, yəni yerdə qalan əhalinin istifadəsinə olan torpaqlar idi deyə söyləyə bilərik. Ərəb xilafəti haqqında verəcəyim məlumatlar bu qədərdir. Oldu, sağ olun.